Yasamal rayonu Midə yaşayış kompleksində 2 otaqlı mənzil ailə olmaq şərti ilə uzun müddətli kirayə verilir. Salam dəyərli izləyicilər, hər vaxtınız xeyir olsun. Paylaşımlarımızı bəyənib səhifəmizi takib etməyi unutmayın ki, satışa çıxarılan və yaxud da icarəyə verilən daşınmaz əmlaklar haqqında təcili, tam və ətraflı məlumatınız olsun. Hal-hazırda sizə təqdim etdiyim daşınmaz əmlak bina evidir. Yerləşir Yasamal rayonunda Şərifzadə küçəsində yerləşən 3 saylı asan xidmətin arxasında təxminən 500-600 metrlik məsafəsində yeni salınmış Midə yaşayış kompleksində 12 mərtəbəli yeni tikili binanın 3-cü mərtəbəsində ümumi sayısı 60 kvadrat olan qanuni 2 otaqlı, tam təmirli və tam əşyalı mənzildir ki, ailə olmaq şərti ilə uzun müddətli kirayə verilir. Binanın qaz, suyu, işığı daimi olmaqla bərabər liftləri yeni və işlək vəziyyətdədir. Binanın yerləşdiyi ərazi məktəbə, bağçaya və bütün yaşayış obyektlərinə yaxın olmaqla bərabər bu ərazidən keçən 9, 10 və 7B nömrəli avtobus xətlərinin dayanacağına da çox yaxın bir ərazidə yerləşir. Əgər sizin də satmaq istədiyiniz və yaxud icarəyə vermək istədiyiniz daşınmaz əmlakınız varsa, bölgəsindən asılı olmayaraq daşınmaz əmlakınızın şəkil və videolarını çəkib bizə göndərirsiniz və yaxud da zəng edirsiniz. Biz özümüz gəlib çəkiliş edib özümüzə məxsus olan TikTok və YouTube səhifəmizdə sizin şəxsi telefon nömrənizlə paylaşım etməklə daha tez satışına və yaxud da icarəyə verilməsinə köməklik göstərə bilərik. Bir daha xatırladıram, bu mənzil yerləşir Yasamal rayonunda, Midə yaşayış kompleksində. Midə yaşayış kompleksi yeni salınmasına baxmayaraq, daxilində 2 məktəb, 2 bağça və bütün yaşayış obyektləri fəaliyyət göstərir. Və bununla bərabər 9, 10 və 7B nömrəli avtobus xətlərinin sonuncu dayanacağı da Midə yaşayış kompleksinin daxilindədir. Bu mənzilin aylık kirayə haqqı 830 manatdır. Bəli, deyə bilərsiniz 830 manat bahadır, amma elə deyil. Təxminən elə mənzilin içinə, əşyalarına 10.000 manata yaxın xərc çəkilibdir. Divanı 4.000 manatdır, paltar yuyanı 1500 manatdır, soyuducusu 1400 manatdır, hər bir otağında kondisioneri mövcuddur. Bir sözlə yaşayış üçün hər bir şeyin ən idealı seçilib yığılıbdır. Bu və bu kimi daşınmaz əmlaklara sahib olmaq istəyirsinizsə və yaxud satmaq istəyirsinizsə, icarəyə verib icarəyə götürmək istəyirsinizsə 050 277 14 35 nömrəsi ilə əlaqə saxlaya bilərsiniz. Sağ olun, salamat qalın. Digər videolarımızda görüşmək ümidi ilə hələlik.